Gününüz uğurlu olsun. Biz bugün artıq unutmağa başladım. Neçənci vlogumuzdur. Günümüz indi başladı. İdmandan başladı. Hal-hazırda gedirik çəkilişlərimizi eləməyə. Çox maraqlı ideyalarımız var. Sizə çəkib göstərəcək bir-bir. Bizi izləməyə davam edin. Biraz motivasiya verin də. Mən sizə verirəm. Siz də motivasiya verin. Like eləyin, komment yazın və podpisasiya olun. İzləyin daha doğrusu. Sevirəm sizi. 2,000 years later. Teşekkür ederim. Sağ ol. Allah razı olsun. Sağ ol. Teşekkür ederim. Bu da dənizdə batan şalvarımız. Tanrı bir deyir. Eşittin de denizde değiller bir kişi bakıp. Zırpı. Ya bu şəraitdə uşaqlarla yüngül razvalka düzəltdilər. Əynimi dəyişdim. Hızlı gecə olacaq. Çıxmaq istəmirsən, hə? Sən bir yaxşı bir, hə? Sonra belirlər, sonra belirlər. Niyə qalxmadın, qalx da, gecə olacaq. Kələntər dayı, ürəyimin nişanı, ağrıdır axı. Deməli, çəkişlərimizə başlayırıq yenidən. Paltarlarımız baxın. Yəni, bugün geylik qardırop obrazındadır. Atımız da gəlir qabaqda. Çox maraqlı çəkişlər olacaq. Əslində, yeni bir ideya təqdim edilər mənə və bu ideya mənim xoşuma gəldi. Və sınamaq istədim və həmin o sınaqdayam. Pedalın arkasında saklayın. Var. Stop. Nasıl belə bir gün gəldi, çapdı, çapdı. İndi isə gedirik digər çəkilişlərimizi eləməyə. Günümüz isə davam edir. Yəni bizim günümüz belə keçir. Atla çəkilişlərimizi bitirdi. Vaxt itirmədən getdi Sibrizə. Gəlin.
Deməli gəldik, çatdıq. Saata bax 18:24. Biz hələ də nahar eləməmişik. Amma komanda maşallah hamı işləyir, çək uşaqları göstər. Bir maşında o da. Gəlin. Biz yeməyimizi yeyək və bizim bir çəkilişimiz qalıb burada. Daha doğrusu 1-2. Baxacaq, bilmək olmaz, bəlkə elə çox da çəkdik. Gedə bir dənə yeməyimizi yeyəsiniz olur. Bax, bunu sizlər üçün eləyirik ki, maraqlı olsun, baxasınız. Ona görə də sizdən nə gedir? Like eləmək, izləmək, komment yazmaq və daha da videolarımı kəşf edə düşsün. Niyə məhz xaricilər onları? Çox sağ olsun. Mən demirəm, mənə heç kim dəstək olmur. Çox sağ olsun. Mən hər bir vətən... Sədbiri ilə gedirik. Hə, mən hər kəsdən, hamıdan razıyam, sağ olsun. Yəni, bu günə mən şükran edirəm, bax, sizlərsiz. Mən sizlərə görə şükranam, sizlərə görə sevilirəm. Sizin sevginiz, bax, mənə belə motivasiya verən ki, bax, bu qədər insan komanda yanımda işləyir və evinə bu qədər insan çörək aparır bu işlərdən. Sevirəm sizi, bizi izləməyə davam edin. Sağ olun. Yeməyimizi yedik, gəldik dənizə çəkilişimizi eləməyə. Gün batan bizə lazımdır, vaxta da az qalıb təşəkkür. Bir dənə gün batımını çəkək, görək. Yaxşı fikir var, ideya var. İnşallah inanıram ki, çox qəşəng bir iş alınacaq. Çünki sevə-sevə mən bu işi görürəm. Aha. Bak, əsr komanda gücü budur. Mənə bir iş görür. Ara qoyaq, gəl. Dalbayıb nəyə gəlib, nəsə elədir. Burada bir belə şəkil çıxarmaq lazımdır, nə o? Kadrdan səs. Bax, görsən də, bu iş nə tələb edir. Bu da dənizdə batan şalvarımız. Tanrı bir deyir. Eşittin də, dənizdə deyirlər bir kişi batıb. Zırpı. Ya bu şəraitdə uşaqlarla
Yüngül razvalka düzəltdilər. Əynimi dəyişdim. Saat neçədir? Amma biz davam edirik. Bir-iki çəkilişimiz də olacaq. Bizi izləməyə davam edin. Like edin, komment yazın. Bax, bu əziyyətimizə görə heç olmasa. O, qoyduğum maşına mindirməyi. Qalan mənim telefonla çəkdim, düzü. Hə, onlar da bir dənə ataram. İş saatımız bitib bizim. İndi videoların editlərinə baxırıq. Nəyi necə eləyək, bu gün nələr eləmişik. Amma birazdan baxacaq bir çəkilişimiz var. Görə hava şəraiti ona imkan versə çəkəcəyik. Olmasa yəqin sabahda zatda çəkilişimizi eləyəcək. Bugün çox maraqlı gün oldu, yorğun oldu, amma günümüz hələ davam edir. Böyle. Yayın sonuna sayılı günlər qaldı. Və bununla əlaqədar sürprizə Dağdan 22 avqust, ulan baxın. 22 sentyabrda Bakıda sürprizə xüsusi gecə olacaq. Çıxmaq istəmirsən? Necə verəcəksən? Keçsin necə verəcəksən? Bir artıq görürəm. Burada belirlər. Burada belirlər. Deyə qalxmadı, qalx da. Qalxa bilərsin də. 2,000 years later. 22 sentyabrda Bakıda sürprizə xüsusi gecə olacaq. 22 avqust Bakıda sürprizə xüsusi gecə olacaq. Kələntər dayı, ürəyimin nişanı, ağrıdır axı. 22 avqust Bakıda sürprizə xüsusi gecə olacaq. Çeycəbr adın deyirəm mənə, Francis. Dünya səhnələrinin məşhur DJ-yi Francis Mercier. Dünya səhnələrinin məşhur DJ-yi Francis Mercier Bakıda xüsusi canlı performansla sizlərin qarşısında olacaq. Gəlin dostlar, yayın bax, bu son günlərini bir yerdə bax. Gəlin dostlar, yayın bu son günlərində bu möhtəşəm konserti bərabər izləyək. Biz də orada olacaq. Biletləri isə bax, iTicket-də əldə edə bilərsiniz. Son 3 gün gəldi. Son 3 gün qaldı. Odur ki, tələsin. Sonra son 3 gün qaldı. Odur ki, tələsin bilet almağa. Hər birinizin yolunu gözləyəcək. Əlim düşmədi. Deməli dostlar, saat 22:25. Bu da bizim bugünkü günümüz. 22:25 saat. Çox maraqlı günümüz keçdi. Fərqli çəkilişlər elədik bu günləri. Heç vaxt eləmədiyimiz çəkilişlərdən oldu bu günləri. Hələ də komanda buradadır. Uşaqlar sağ olsunlar. Hər kəs yanımdadır. İş başındayıq. Yəni yenə deyirəm, hər günümüz bizim belə keçir. Demək olar ki, yayın hər günü biz işləmişik. Bu dəfə yeni komanda ilə düzdür. Bəzi düzəlişlər edirik, seçimlər edirik. İnşallah ki, yaxşı olacaq, davamlı olacaq. Odur ki, siz də izləyin. Komment yazın, like edin ki, bu videolar daha çox baxış yığsın və biz daha da çox videolar çəkək və YouTube vloglar edək. Heç nə istəmirəm, YouTube-ma dəstək olun. Qalan şey Instagram, TikTok. İzləyəcəm, hər şey öz qaydasındadır. Sevirəm sizi. Gələn vloglarımıza görüşənədək.